Birinci nesildə xarici yaddaş qurğusu perfokartla başlayır. Amma məsələn ikinci nəsildə olub maqnit lent. Hətta üçüncü nəsildə olub deməli maqnit disk. Dəqiq orada səhv yazdıq. Maqnit disk. Burada bir şey de deyim sizə. Bu maqnit lentin həm də streamer deyirlər. Yəni, hər tərəfli bunları bilir. Şeydə bu toy kaseti. Dördüncü nəsil gəlib deməli, dördüncü nəsil xarici yaddaş qurğusu sadəcə böyük yazılmışdı. Çünki konkret deyildi. Amma dördüncü nəsildə artıq səhv eləmirəmsə hard disk olmalıydı. Hard disk burada var idi. Sonra 5-ci nəsil ümumiyyətlə nəyə əsaslanıb? Süni intellektə. Deməli, süni intellekt. 6-cı nəsil isə deməli neyrokompüterlər. Kompüterlər. Bunları yadda saxlayaq. Sonra indi əlavələr də var təbii ki. İndi əlavələrdə deyəcəm. Növbəti nədən əlavə deyəcəm burada sizə. Gəldim. Deməli, miqyasım biraz kisildi. İndi gəldik deməli birinci nəsil riyazi hesablamalar idi. Riyazi hesablama. Sonra ikinci nəsildə deməli nə var idi? Alqoritmik dillərdən istifadə. Alqoritmik dillər. Bir də deməli xarici qurğularla əsas qurğuların işləməsinin qismən təmin olunması. Xarici qurğularla əsas qurğular. Belə yazsaq bəs eləyər. Sonra üçüncü nəslə görə monitor falan var idi artıq burada. Monitor idi. Klaviatura idi. Sonra monitor, klaviatura deməli başqa nə var idi orada? Monitor, klaviatura, əməliyyat sistemi idi. Və s. Yəni bunlar var idi burada. Sonra dördüncü nəsil üçün əsas anlayış olan fərdi kompüterlər burada var idi. Fərdi kompüterlər. Bunu yadda saxlayaq. Vacib məsələlərdən biridir. Bunlar belə. Sonra davam edirəm. Deməli, nəyə davam edirik? Bunları silirəm bir dənə. Yazıram burada. Kompüterlərin deməli kompüterlərin əsas xarakteristikası. Əsas xarakteristikaları. Bunlar hansılardır? İşləmə sürəti. Sonra yaddaş tutumu. Sonra
Əmrlər sistemi. Əmrlər sistemi. Sonra deməli bunun dediyi işləmə sürəti, yaddaş əmrlər sistemi, hesablama dəqiqliyi. Sonra deməli iş etibarlığı. Sonra məhsuldarlıq. Və s. Bunlar komitələrin əsas xarakteristikaları hesab olunur. Burada indi mən eyni zamanda nəyi demək istəyirəm? Komitenin işləmə sürəti. Prosesor bizdə CPU-dən CPU, Central Processing Unit. Prosesorun saniyədə yerinə yetirdiyi əməliyyatların sayıdır. Saniyədə yerinə yetirdiyi əməliyyat sayı. Yadda saxlayın. Saniyədə yerinə yetirdiyi əməliyyat sayıdır. Deməli, komitenin işləmə sürəti prosesorun. Buna da bilirsiniz nə dedik biz? Takt tezliyi. Deməli, komitenin işləmə sürəti prosesorun takt tezliyindən asılıdır. Və bunu yadda saxlayın. Komitenin işləmə sürəti prosesorun takt tezliyindən asılıdır. Bunlar da dedik. Növbəti nədən danışacaq başqa? İndi buradan deməyə çalışacaq. Sonra informasiyanın xassələri var. İnformasiya xassələri. Deməli, aktual informasiya var. Sonra adekvat. Obyektiv. Sonra deməli, indi burada başqa bir şey yazacağım. Deməli, dəqiq informasiya var. Yəni, dəqiqlik xassəsi də belə deyək. Mövcud informasiya var. Hansı ki deyilmişdir. Və s. Sonra algoritmdən xassələri var. Mən bunu da yazıb qeyd etmək istəyirəm burada. Algoritm diskret və kəsilməzlik bura aiddir, yoxsa yox? O informasiyanın formalarıdır bura aid deyil. Algoritmin xassələri hansılardır? Bunlara aiddir. Deməli, diskretlik, determiniklik. Sonra deməli, kütləvilik. Bir də nə qaldı orada? Kütləvilik, nəticəlilik. Belə yazılır demək olar bəzən. Yəni, algoritmdə 4 dənədir. Təbii ki, informasiyada çox idi. Mən indi hamısını yazmadım. İndi burada davamı yenə var. Onsuz etibarlılıq, anlaşıqlılıq və s. Algoritmlərə bunlar idi. Bu diskretlikdə algoritmdə orada şey var idi. O cümlələrin içində ayrı-ayrı sözü var idi. Determinikdə dəqiq, bir mənalı. Sonra qəti. Ya bu sözlər var idi, ona görə. Kütləvilikdə hamı, bütün. Nəticəvilikdə isə sonda nəticə alınırdı. Sonda nəticə. Yəni, sonlu sayda əməliyyatlardan sonra nəticə əldə olunurdu.
Sonra bunlar da belə. Sonra informasiyanın o deyilən iki dənə formasında qeyd eləyək. İnformasiyanın o formaları hansılardır? İnformasiyanın formaları. Analog, analog, bir də rəqəmsal, rəqəmli. Analoqa kəsilməz, rəqəmsala isə kəsilən və ya buna zədd elə, diskret. Analog insanın başa düşdüyüdür. İnsanın anladığı. Amma rəqəmsal kompüterin başa düşdüyüdür. Kompüterin anladığı. Aydın onu yadda saxlayaq. Sonra növbəti deməli informasiyanın prosesi anlayışı da var. İnformasiya prosesləri. Bunlar deməli nələr daxildir? İnformasiyanın toplanması, informasiyanın saxlanması, informasiyanın emalı və informasiyanın ötürülməsi. Və bunlar informasiyanın toplanma, saxlanma, emal və ötürülmə. Bunlar sayılır informasiya prosesləri. Elə informatika fənni də bunu öyrənir, demək olar ki. İnformatika fənni də demək olar ki, bunları öyrənir. Yəni toplamaq əldə eləmək deməkdir, axtarmaq. Saxlamaq, haradasa saxlayırsan, xarici yaddaş qurğularında və s. Emal dəyişiklik yaparırsan, ötürülmə ilə qarşı tərəfə ötürür. Bunlar da informasiya prosesləri oldu. Yaxşı, alqoritmi xassələrini yazdıq. Sonra mən nəyi demək istəyirəm? Daxili yaddaş qurğuları. Düşünürəm ki, vacib məsələdir bu. Daxili yaddaşlara deməli RAM, ROM, RAM əməli, ROM isə daimi yaddaş sayılır. Sonra registr, cache, video yaddaş, bir də burada səhv eləmirəmsə flash yaddaş da var idi. Flash yaddaş. Bu flash yaddaşa, bu yadınızdan çıxartmışsınız bunu 100%. Buna həm də EPROM deyirlər. EPROM. Yadda saxlayaq. Bunlar daxili yaddaş qurğuları oldu. İndi registr, məsəl üçün, ən sürətli olandır. CPU-nun öz daxilində yerləşir, yəni prosesor. Cache registrlə, daha doğrusu cache prosesorla RAM arasında olur və ya prosesorun öz daxilində olurdu. Hətta cache yaddaş 2 səviyyədə olur. Birinci və ikinci. Birinci səviyyə cache yaddaş prosesorun daxilində olur. İkinci səviyyəli cache yaddaş prosesorla RAM arasında olur. RAM müvəqqəti saxlayır.
Müvəqqəti. Yəni informasiyadır. İnformasiya müvəqqəti saxlayır. ROM isə kompüterin istehsalı zamanı olan məlumatları saxlayır. Kompüter istehsal zamanı yazılan məlumatlar. Hansı ki, şeydə bu da parametrik xüsusiyyətlərdir. Olan informasiyaları saxlayır. Sonra videoya registr yaddaş ikili məlumatları saxlayır. Hansı ki, 0-1-lərdən ibarət məlumatlar burada emal olunur. İnformasiya ümumiyyətlə, informasiya registr yaddaşda emal olunur. Yadda saxlayın. Əməli yaddaşda yox, RAM-da yox. İnformasiya registr yaddaşda emal olunur. İnformasiya bu yaddaşda emal olunur. Emal olunur. Yəni registrdə. Sonra video yaddaşdakı görüntünü saxlayır da məlum məsələdir. Görüntünü saxlayır. Belə. Sonra flash yaddaş xarici yaddaş deyil, daxilidir. Xarici yaddaş olan flash kartdır. Flash kart başqa bir şeydir, flash yaddaş başqadır. Flash yaddaş ROM-u yenidən proqramlaşdırandır. ROM-u yenidən proqramlaşdırır. Yenidən proqramlaşdırır. Aydındır. Bir də orada şey var idi, CMOS var idi. Bəli, CMOS nə edirdi? CMOS da vaxtı, tarixi yadda saxlayırdı. Vaxtı, tarixdir, konfigurasiyada, paroldur. Konfigurasiya, parol və bunları yadda saxlayır. Deməli, CMOS yaddaşdır, daxili yaddaşdır və vaxtı, tarixdir, konfigurasiyada, paroldur, bunları yadda saxlayır. Yaxşı, bu da belə. Bunlar daxili yaddaşlar. Bir də gəlir xarici yaddaşlara. Xarici yaddaşda YQ, yəni xarici yaddaş qruqları. Burada ümumiyyətlə SSD-dir, hard diskdir. HDD, SSD. Deyirəm özüm, kənardan müdaxilə eləməyək. CD, DVD, flash card. Belə. İndi o CD-lərin də öz aralarında növləri falan var idi. İndi onlar o qədər də vacib deyil. Sonra streamer də bura aiddir. Streamer bayaq yazdığım üçün yaxşı yazıram yenə də. Streamer də bura aiddir. İndi SSD hard diskdən bir neçə dəfə sürətlidir. Bir neçə deməli dəfə sürətli. SSD hard diskdən bir neçə dəfə sürətlidir. Fərqi ona görədir demək olar ki. Yaddaş üsulunu tam da demək olmaz. Sonra DVD-dir, CD-dir. Bunlar DVD ilə CD ölçülərinə görə fərq eləyir. Ölçülərinə görə. Bu da yəni tutumuna görə də. Tutuma görə. Tutuma görə fərqlənir. Fərqlənir. Sonra indi bunları mən azalan sırayla Hüseynə deyəcəm yaddaş tutumu. Flashcard streameriz. Bir dənə burada. Bunların o azalma sırasında deyim ki, nəyə əsasən elə baxa bilərsiniz. Deməli, SSD-nin hard diski bir sırada yazmaq olar. Çünki ayrı-ayrı yazmaq biraz doğru deyil. Sonra DVD yaza bilərəm. Sonra CD yaza bilərəm.
Əsas. Ha, bir də FTD var idi orada. FTD nə deyim? FTD 1,44 megabayt həzm malikdir. Ən köhnə olanı idi. Bir də FTD floppy disk. Elə bil ki, bu yazdığım sıralama var ha. Bunu aşağıya doğru azalır. Tutum azalır. Tutum azalır. Yəni ən yuxarıdan aşağı doğru həzm azaldıram. Azalır. Yaddasın. Əlbəttə, STD-dən çox olmalı deyildi. Necə? Yaddaş tutum olaraq. FTD STD-dən çox Yox, olmalı. ola bilməz. FTD köhnə disk idi. O balaca bir şeydir. O heç indi CD nə istifadə qədər olunmur. idi müəllim? CD-nin tutumu təxmini. 700 megabayt. Hələ Blu-ray də var ki, Blu-ray DVD-dən də böyükdür. Blu-ray DVD burada da elə bil ki. Blu-ray də var. Blu-ray DVD-dən də CD-dən də böyükdür. Sonra bunları dedik. Növbəti xarici yaddaşlar. İndi gələn periferi qurğularına. Periferi qurğularına. Periferi qurğuları ümumiyyətlə deyəndə nə başa düşürük? Giriş, çıxış. Periferiya giriş, çıxış qurğularıdır. İndi giriş qurğularını yazmağa çalışacağım. Bir neçəsindən, bir də çıxış qurğuları. Hansı ki, yəni bizən çox düşə bilən, vacib olan bilənləri yazsaq bəs edir. Bax, mouse'dur, klaviaturadır, TV tunerdir, qəbullarda var. Scannerdir. Sonra joystickdir, joypaddir. Joystick, joypad. Bax, bunlar trackball. Bax, bunlar hamısı şeydir. Mouse'la eyni növdür də bunlar, giriş qurğuları sayılır. Sadəcə mouse'un dəyişdirilmiş versiyası kimidir. Mikrofondur, hansı ki bizə lazım o. Mikrofondur. Bəs eləyər. Bunlar giriş qurğuları. Çıxış qurğuları. Printer, plotter, monitor, hansı ki sadəcə monitor. Sonra deməli bunları dediyi başqa nə qaldı orada? Printer, plotter, monitor, qulaqçıq, yəni nauşnik da belə deyək. Səs ucaldan, yəni kolonka, səs ucaldan və s. Bunlar çıxış qurğuları hesab olunur. Giriş, çıxış. İndi bir də həm giriş, həm çıxış var ki, onları da ayrıca yazacaq. Bəli, kameradır, proyektordur və s. Onları da qeyd etmək lazımdır. Proyektor çıxış qurğusudur. Web kamerada giriş qurğusudur. Yəni bunlar giriş, çıxış qurğuları olaraq burada qeyd olunur ki, bunların adlarını mütləq öyrənmək lazımdır. Mütləq. İndi bir şey yadda saxlayın ki, bunlar informasiyanı giriş nə demək? Daxil eləyən, daxil etmə. Çıxış xaric etmədir.
İndi belə bir şey var ki, məsəl üçün deyirəm də, qəbullarda da var, düşüb belə bir sual. Deyir ki, məsələn, sidrom xaric etmədir. Bu səhvdir. Niyə? Sidrom xarici yaddaş qurğusudur, xaric etmə deyil. Və onu bir dənə qarışdırmaq lazım deyil. Yəni yaddaş qurğuları ilə periferi qurğularını ayırmaq lazım. Sidrom yaddaş qurğusudur. Xarici yaddaş. Xaric etmə başqa bir şeydir. Xarici yaddaş başqa bir şeydir. Aydın oldu. Ona görə bunları qarışdırmaq olmaz. Bunları qarışdırmaq olmaz. Yaxşı, bu belə. Bu belə. Bir də həm giriş, həm çıxış qurğularını deyək. Həm giriş, həm çıxış. Yəni hər ikisi. Bura aiddir modem, səs kartı, sonra şəbəkə kartı, şəbəkə kartı, touch screen, dan sensor monitorda belə deyək. Sensor monitor. Ya monitor çıxış da, sensor monitor həm giriş, həm çıxış. Bunları qarışdırmayaq. Bir də fax. Fax modem deyirlər. İndi amma eyni şeydən olsa fax aparatı, yəni o fərq eləmir. Bunlar həm giriş, həm çıxış qurğularıdır. Modem, səs kartı, şəbəkə kartı, sensor monitor, fax modem. Bu da belə. Bu da belə. Sonra yoldaşlar, bu mövzuda nəyi deyəcəyik? Çünki bu mövzuda əzbərçiliyi çoxdur. Təyinatına görə kompüterlər bölünürdü, yadınızdadırsa. Təyinatına görə kompüterlər necə təsnif olunur? Ümumi təyinatlı, ümumi təyinatlı. Buna həm də universal deyirdilər. Universal. Sonra ixtisaslaşdırılmış, ümumi təyinatlı, bir də problem yönlü var idi, səhv eləmirəmsə. Problem yönlü. Yəni, bunlar təyinatına görə kompüterlərin təsnifatına aid. Bunları yadda saxlayaq. Sonra işləmə prinsipinə görə isə kompüterlər necə təsnif olunurdu? İşləmə prinsipinə görə. Burada yoldaşlar analog idi. Analog. Daha doğrusu belə sayılırdı o. Elə bir ki, analog hesablama maşınları, AHM, rəqəm hesablama maşınları, bir də hibrid hesablama maşınları. Bunlar belə təsnif olunurdu. Analog hesablama maşınları, rəqəm və hibrid hesablama maşınları. Yaxşı. Sonra nə var idi orada? Qabarit ölçüləri və məhsuldarlığına görə. Qabarit ölçü və məhsuldarlıq. Darlığına görə. Deməli hansılar idi? Super, böyük, orta, mini, bir də mikro.
Aydındır. Yadda saxlayın, fərdi komitələr, mikrokomitələr sinifinə aid. Fərdi komitələr buradadır. Fərdi komitələr buradadır. Bunlar ölçülərinə görə fərq eləyir. Ya dediyim kimi də ölçüləri və məhsuldarlığına görə. Aydın oldu. Bu da belə. Sonra bu mövzuda əsas məqamları bildirdik düşünürəm ki, hansı ki qarşılaşacağımız ən çox. Sonra mən bu alqoritmin xassələrini dedik. Alqoritmin deməli növləri, alqoritmin növləri. Hətta alqoritm var. Budaklanan alqoritm var. Budaklanan. Bir də Dövrü. dövrü. Bunlar alqoritm növləridir. Bir də alqoritmin təsvir üsulları var. Alqoritmin təsvir, həm də ona təqdim olunma deyirlər. Təsvir üsulları. Bunlar deməli qrafik, yəni blok sxemlə, qrafik, yəni blok sxem, sonra sözlə təsvir, sözlə, buna təbii dillə deyirlər, təbii dil və bir də deməli proqramla. Proqram, buna da alqoritmik dil deyirlər. Alqoritmik dil. Aydın oldu. Müəllim, alqoritmik dil deyəndə Python-u falan nəzərdə tutursunuz, yoxsa necə? O da proqram dili nə olacaq o da. Tamam. Deməli, bunları da qeyd elədik. Mənim bunların içində ən çox istifadə edilən vardı, bir də az nəsə onlar vardı, onlar deyə sizə zəhmət olmasa. Psevdokod da var, bəli. Ən çox istifadə edilən öyle şey deməmişəm. Ən yığcam falan sözlərini demiş, onu deyərəm. Yəni sözlə olan səhvlərimsə ən az idi, ya qrafik idi, ya da proqram daha çox istifadə olunan idi. Elə bir şey deməmiş. Biz demişik ki, sözlə təsvir ən sadəsidir. Onu elə deyə bilərik ancaq. Qrafik ən geniş yayılandır. Ən geniş. Proqram isə ən yığcamdır. Biz bu anlayışlar demişik. Hə, mən bunu deyirdim elə. Çox sağ ol. Deməli, ən geniş qrafik, ən sadə sözlə, ən yığcam isə proqramdır. Psevdokodda yalancı kod sözü var idi orada. Sonra yaxşı, bunu da dedik. Sonra bir də alqoritmin o bəzi sual formatlarını demək istəyirəm. Növlərinə görə. Bundan qaytarım bransıyım. Demək, alqoritm növlərinə görə. Xətti alqoritmdə məsələn yazıram ki, y bərabərdir 3x plus 5. Desək ki, məsələn, x-in istənilən qiymətində bu ifadəni hesabla xəttidir. Çünki x-in yerinə versənsə və normal cavab alacaqsın. Budaklanan misal göstərə bilərik. Y bərabərdir 5 böl x çıx 5. Bu tipli ifadələr budaklanandır. Niyə? X-in istənilən qiymətidirsə, istənilən qiymətində. Bu ifadə budaklanandır. Çünki
Sən x-ə 5 versən məxrəc 0-a gedir. Məxrəc 0-a gedə bilməz axı. 0-a bölmə anlayışı. Ona görə bu tipli suallar budaqlanana gedir. Müəllim, xəttidə müsbət qiyməti desə bu ifadədə, onda Fərqi xətti yoxdur, mənfi, olmayacaq. müsbət. Fərq eləmir. Mənfi olsa da xətti götürmək olurdu onda. Bəli, fərq eləmir. Mənfi, müsbət Ha. fərq eləmir. Dövr alqoritm necədir? Yazıram y bərabərdir. 6x üstəgəl 7. İndi burada deyirəm ki, x'in interval yazıram. İntervalda 2, 10 yazıram. 2, 10 qiymətləri aralığında hesablanması. Bu dövr olacaq. Çünki 2-dən 10-a qədər xeyli sayda qiymət qoyursunuz yerinə x-a. Hər dəfə x-ə 2 qoymursan axı. 2, 3, 4, 5, 6, 7. Yəni sən onu hər dəfə qoyduqsa dövr edirsən. Çünki dövrə girir bu. Dövr alqoritmi olur. Mənfi 6 varsa o da dövrdür. Yox, baxır qiymətlərdə hesablamadan asılıdır. Bunun kök altına da verə bilərdik, bəli. Burada problem yox idi. Bəs mənfi olursa kök altında. Yox, ola bilmir. Kök altına mənfi ola bilməz axı heç. Faktorial da dövr alqoritmə aiddir. O budaqlama olacaq. Faktorial da budaqlama alqoritmə aiddir. Faktorial budur ki, məsələn 4 nida 1 vur 2 vur 3 vur 4. Faktorial budur. Misal üçün, yəni. Elədi 24. Kök altında budaqlanana aiddir. O da baxır ifadədən asılıdır. Dəqiq deyə bilmərik. Ona həmişə deyə bilmərik kök altı ifadə budaqlanandır. Yəni hesablamadan asılıdır. Misalı sənə verəcək. Misalı verəcək, misala uyğun baxacaqsan ki, bu budaqlanandır yoxsa şeydir. Nədir, dövrüdür. İntervalda 200 yazılmır. Adətən interval böyük olur. Aralıq olaraq. Deməli, bunları qeyd elədik. Bunları ancaq misal kimi görəndə bilə bilərsiniz. Çünki konkret əvvəlcədən demək olmur da neyəsə. Misala görə bax, bilmək olur. Amma təxmini dedik. İnterval söhbətləri varsa dövrüdür. Məxrəc sıfıra gedirsə, kök altı mənfiyə gedirsə budaqlanandır. Qalan digər hallarda xəttidir. Bir yol bilsəz bəs eləyəcək. Alqoritmə görə. Sonra bunları da dedik. Deməli, sonra sonra proqram təminatı mövzusu var. Bu proqram təminatı düz əzbərsi mövzudur. Proqram təminatı ümumiyyətlə 3 yerə bölünür də. Sistem, tətbiqi, bir də instrumental. Sistem, tətbiqi, instrumental bunlar 3 yerə bölünür bu qaydada. Sistemin özü 2 yerə bölünürdü. Baza, bir də servis. Servisə xidməti proqramlar deyirlər. Çox vaxt gətirib xidmətin tətbiqinin içinə yazırsınız. Bura aid deyil, axı, yoldaşlar. Xidməti sistem proqramıdır. Bazaya aid olanlar əməliyyat sistemi, şəbəkə əməliyyat sistemi, bir də əməliyyat örtükləri. Servisə aid olanlar kompüterin diaqnostikası proqramları, utilitlər, bir də antivirus.
Bunlar bazaya bunlara aittir, servise bunlara. Amma tətbiqiyə nə aiddir? Yenə ümumi təyinatlı, universal, daha doğrusu ümumi təyinatlı, problem yönlü, üsul yönlü, bir də qlobal kompüter şəbəkələri. Mən o VDP yazdı servisə, o nə oldu? Ara. O servisin BDP altına də yəni kompüterin diaqnostikası proqramları. Hə, başa düşdüm. İnstrumentallar açıq proqramlaşdırma dilləridir. Proqram şeyləri, kompleksləri, proqramlaşdırma dilləri. Bunlardan söhbət gedir. Proqram dili. O case texnologiyası deyirdi ya, o da bura aiddir. Yadda saxlayın. Yəni instrumentala. Sonra kompilator interpretator da bura aiddir. Kompilator, interpretator. İndi bunları da deyəcəm. Interpretator. Kompilator bütöv verirdi maşın dilinə, kompüterin dilinə yəni. Interpretator 1-1. Bax yenə deyirəm. Kompilator bütöv, interpretator 1-1. Hissə. Bunlar translatorun növləridir. Yəni proqramlaşdırma dilində yazılmış kodları kompüter tanımır. Onu kompüterin dilinə çevirmək üçün kompilator interpretatordan, daha doğrusu translatordan istifadə olunur. Translator özü də iş prinsipinə görə iki yerə bölünür. Kompilator, interpretator. Kompilator bütöv verir birbaşa. Amma interpretator 1-1. Hissə çevirir. Yadda saxlayaq. 1-1 hissə. Bu da belə. Sonra bunlarla bağlı deməli, qocaram, bunlarla bağlı onda bir test vardı. İlk 4 bölmə ilə bağlı bir test var idi. Qocaram onu tapsa ona baxaq. Deyəsən buydu. Yox, bu deyildi bir dəqiqə. Nəysə onu tapa bilmərəm bir dəqiqə. Deyəsən belə yazılmışdı adı. 1-4. Nəsə belə bir şey vardı. Ben onu tapa bilirəm burada. Mənim yuxarıda 1.4.11 yazılmışdı, bəlkə odur. Yox, deyil. Tapa bilməsən, başqa suallara baxacağıq. Neyse olsun. Bunlar hansı bölmələrdir? Burada Word falan da var. Deməli yoldaşlar, qulaq asın. Burada qarşıq sınavlar var. Onlara baxmağa çalışacağıq.
Biraz da testlər üzərinə baxaq. Deməli, bizə burada deyir ki, neçəsi sistem proqramına aiddir. Əməliyyat sistemi, antivirus, driver, servis. Bunlar sistemdir. Amma VBIS tətbiqi, kompilator, oyun dedim sizə, instrumentaldır. Yəni, doğrudur da sistemdir. Driver da bunlara aiddir. Aydın oldu. Driver nətər oldu? Driver servisin içindədir. Driver xarici qurğuları kompüteri tanıdan proqramdır. Bu ildə qəbulda var idi. Daha doğrusu keçən ildə vardı. Keçən ildə qəbulda var idi. Driver xarici qurğuları kompüteri tanıdan proqramdır. Yadda saxlayın. Yəni printerdir, proyektordur və s. neysə kompüteri tanıdır. Kursor 85 səhifəli sənədin 40-cı səhifəsinin 12-ci sətrinə dayanıb. Klaviaturadan əvvəlcə 5 dəfə Enter, daha sonra 15 dəfə Home düyməsini vursaq, kursor neçənci səhifədə olacaq? Elə eyni səhifədə. Yəni 40. O niyə elədi? Mən də maraqlı sualdır. Çünki mən bir dənə Word açıram. Dəqiqə. Burada nəsə bir şey yazılır. Mən bağlayım normal bir yazılı olan sənədə çal. Bir yazı sənədidir. Touch kursor elə birinci sətirdədir. Sadəcə orta bir yerdə. İndi mən Home'u vuranda əvvələ gedir. End'i vuranda sona gedir. İstəyirsən 50 dəfə End vur. Belə sonlara qalacaq. İstəyirsən 100 dəfə də Home vur. Onun fərqi yoxdur. Aydın oldu. Yəni sən 50 dəfə də Home vursan, anı bunu Home başlanğıc. Nə qədər vurursan vur fərq eləmir. Nə qədər vurursan vur fərq eləmir. Aydın oldu. Yəni onun bir rolu yox. Onun dilini dəyişək. Aha. Bildiniz. Elə olduğu səhifədə qalır. Saçdırıcı sualıydı oradası. Növbəti. Deməli, giriş qurğuları. Giriş qurğularına digitizer mikrofon, DI. Çıxış qurğusuna plotter printer. Plotter reklamları çıxardan qurğuydu, yadda saxlayın. Reklam, afişalar və s. Yaddaş qurğusu Kumos. Bu da ki vaxtı tarixi yadda saxlayır dedik. Aydın oldu. Belə. Növbəti. Mouse'un sol düyməsi. Yox, bu artıq bizdə yoxdur. Çünki Windows 11 aiddir. Biz, yəni, daha doğrusu Windows 10 aid idi. Bu da yoxdur, təəssüflər olsun ki. Kontekst menüyünü açır. Bu gün səhər dedik bunu biz. Shift F10. Yadda saxlayın yoldaşlar. Kontekst menüyünü Shift F10'la açsa bilərik. WinZ-də şey açırdı. Süni intellekt, Copilot. Win spacebar dili dəyişir. Dili dəyişir. Bu da süni intellekt. Alt tab pəncərələri göstərir. Pəncərələri üfüqi şəkildə göstərir. Açıq pəncərələrdə təbii ki, də budur. Pəncərələrin birindən digərindən keçid edə bilərik. Ctrl-Enter Word-də idi, yeni səhiyyə keçirdi. Sənədi yeni səhifədən başlatmaq üçün idi. Diskin fragmentsizləşdirilməsi əməliyyatını idarə edən proqram. Belə budur, defragment. Çünki defragmentin işi odur ki, disk defragmentir, değil mi? Yəni, faillər diskdə optimal şəkildə yerləşdirirdi.
Sadece burada belə yazılıb. Antivirüs proqramlarını seçin. Antivirüsə aiddir Kaspersky, Panda, bir daha Dimf. Burada Polymorph'dur, Companion''dur, Trojan'dır. Bunlar virus növləridir. Virus növləri. Çatdı. Bayağı da saxlayın. Sonra ulduz sual maska tipli suallar. Deməli, desktop.xlsx faylını axtarışı üçün. İndi sualın işarəsinin yerində, yəni bir dənə sual işarəsinin yerində bir dənə simvol olmalıdır. Olmalıdır. Amma ulduzun yerində simvol ola da bilər, olmaya da bilər. Ola da bilər. Olmaya da bilər. Yəni vacib deyil olsun. İndi A variantına görə E-sini verib. E-si. E-sidən əvvəl nə yazılıb? D. D-nın yerinə 2 dənə sual verib. Bu səhvdir. Çünki bir simvol, yəni 2 dənə sual varsa 2 dənə simvol olmalıydı. Yəni eynəsi hərfini verib də. Desktop sözündə eynəsini gördünüz. Deməli, D-nın yerinə 2 dənə sual verib. Səhvdir axı. Bir dənə olmalıydı. B-də amma düzdür bu hissəsi. Niyə? Ulduz. Eynəsi arasında heç nə yoxdur, amma ulduz verir. Ulduzun yeri boş da olsa olar. Ulduzun yerinə fərqi yoxdur. Ulduzun 1 qram vezinə deyil. 2 hərf götürmək olurdu. Ulduzun yeri boş da ola bilər, o problem deyil. Yox, 2 hərf götürmək olurdu, müəllim. Ulduzun yerinə 50 dənə də hərf verə bilərsən, onun fərqi yoxdur. Hə, T ilə P arasında O hərfi var, amma yenə 2 sual verib. Səhvdir. C variantı amma düzdür. D, E, S, K, T-ni ulduz əvəzləyir. O ilə P-yə sual hər birinə. X, L, S, X. Söz tamamlandı. D-də niyə səhvdir? Desktop. Yenə bir dənə P hərfi var, 2 dənə sual verib. Y-də niyə səhvdir bəs? Çünki D-ni sualla əvəz eləyir. Bu hissəsi düzdür. Burada X, L, S, X. 2 dənə simvolu, bir dənə sual verib. Ona görə səhvdir. Aydın oldu. Yəni bilin də nəyə görə səhvdir. Sonra gəldik alt shift. Alt shift, bu da dil dəyişir. Klaviatura dilini dəyişmək üçün. İndi yoldaşlar, mən digərlərinə deyəcəm. Bu Windows mövzusu bizdə çox vacibdir. Tapşırıq menecerini aktivləşdirmək Task Manager odur. Task Manager 2 cür yolla aktivləşdirə bilərik. Ya Ctrl Shift ESC Escape yəni. Ya da ki Ctrl Alt Delete. Aydın oldu. Ya da Ctrl Alt Delete. Sonra baş menü neydi? Start menü. Start menünü də 3 yolla aça bilərik. Ya mouse'un sol düyməsi. Ya bunların hamısını deyirəm ha, buradakı biləsiniz. Ya Win düyməsinin özü. V-i-ni. Yəni Windows'un düyməsi. Ya da Ctrl-S. Kontekst menünü açmaq üçün ya sağ düymə. Mouse'un sağ düyməsi də təbii ki. Ya da Shift F10. Pəncərəni minimum yığmaq. Minimum yığmaq bilsiniz, task var yığmaq. Şeydir bu, Winded. Səhv eləmirəmsə, WinM də olmalıdır. Görün burada işləyirmi? Ha, burada işlədi. WinM də var yoldaşlar. Win. Bir də elə bir şey Win plus M hərfi. Malik də M. M yox ha, M. Aydın oldu. Bunlar pəncərləri minimum yığmaq üçün.
Ya bu yolların hamısını yadda saxlayaq. Öyrənək. Növbəti. Silən bunlar eləçin. 11. Tətbiqi proqram burada mətn prosesi. Əməliyyat örtükləri sistem proqramıdır. Proqramlaşdırma dilləri instrumentaldır. Xidməti proqramlar yenə sistemdir, bayaq dedik. Servisidir bu. Əməliyyat sistemi də sistemdir. Faylların genişlənmələrini gizlədir. Hə, bu artıq yoldaşlar, əvvəlki kimi deyil. Bunu gəlir şəkilli sual kimi. Düzdür, mən bunu bugün izah eləmişəm. Amma o şəkilli sual kimi olanda daha yaxşı sürə bilər. Əvvəl tablar var idi. İndi tablar deyil. Burada şeydən gətirə bilər onu. O gizləni göstərməyi. Show-nun içində, yəni view-nun içindədir burada. View komanda sətrinin içində. File name extensions. Failin adı genişlənməsini gizlədə göstərmək. Düzdür, burada view var, amma sualın şərti doğru deyildi, elə üçün. View var burada. Sonra o gizlətmək də o heç. Sən onu demir, sən deyir ad genişlənməsini aparacaqdır. Burada bizə deyir ki, daha yüksək səviyyəli qovluğa keçid bilsiz hansıdır? Bu 4-cü. Bugün səhər də dedim bunu. Bu nə edir? Bu birbaşa desktop qovluğuna keçid aparmağa çalışır. Çünki File Explorer yazsa, bu burada Delevich vuran kimi birbaşa desktop aparır və ondan o tərəfə yol yoxdur. Windows əməliyyat sisteminin əsas obyekti. Windows 10 deyəndə artıq 11 olacaq. Qocaman uyğun cavab var mı burada? Əsas obyekt bilirsiniz nədir burada? Yox, burada amma desktop olacaqdı. Prost bir şey var ki, burada desktopda taskbar da var. Çünki bunlar vacib məqam sayılır. Bu da heç. Sonra 15-ci sual. Deməli 15-ci sualda bizə deyir ki, neçəsi ilə bu adlı fayl maskasını tapmaq olar. Yenə master 2020.doc yəni düzgün olanları istəyir. Elə bir səhvdir. Çünki S-dan sonra, S-dan əvvəl M-A var. M-A-nın yerinə bir dənə sual verib. İkincidə sualın yerinə T yazıram. Ulduza fərqi yoxdur. Burada da C ilə əvəz eləyə bilər. 2 düzdür. 3 də düzdür. Ulduz varsa problem yoxdur. Yox, bir dəqiqə. 3 amma səhvdir, yox. 3 bilsiz niyə səhvdir? Çünki burada 202 olmalı deyildi də. Bu 2020 olmalıdır. Burada gələ 0 olardı. Ya da burada yazılış səhvdir, bildiniz. Ulduz olsa belə yazılış doğru deyil. Aydın oldu. Müəllim, bir söz soruşa bilərəm. Aha. Orada 202 yox 2020 yazılsaydı onda düz olacaqdı. Elə təbii ki də. Ulduz Bəs üçün yaxşı- fərqi yox. Aster sözü hara getdi? Ulduz əvəz edir də Asler sözünü. Ulduz Ha, 50 dənə tamam, simvol əvəz edir. Onun üçün fərqi yox. Hə, bildim. 4 düzdür. 5-də isə R-dan sonra 2020 var. Amma bir dənə sual verir. Gələ 4 dənə sual olardı. 5 səhvdir. 2 ilə 4 düzdür. 2 dənəsi. 5-də sualın yerinə R-dan sonra gələ 4 dənə sual olardı. Çünki 2020 vardı. 2-0, 2-0 elə getməliydi. 2 dənəsi düz oldu. Sonra Control Home. Bu 2019 ilə eyni şeydən olsun. Control Home sənədin əvvəlinə gedir. Hani bu? C variantı. Control Home sənədin başlanğıcını kesit edir yoldaşlar. Burada bir simvol yuxarı deyilən bir anlayış yoxdur ümumiyyətlə.
Kursordan sağa bir söz seçmək. Kursordan sağa seçmək deyilsə shift olmalıdır oradan. Bir səhifə yuxarıya. Bu şeydir. Control page up. Sətrin əvvəlinə bu da home'dur. Deməli. Bu şeydə bunlar. Siyahılar. Home'da. Mən də yadda saxlayın ki. Bunlar siyahılardır. İşarələnmiş siyahılar, nömrələnmiş də bunlardır. Bir də çox səviyyəli siyahı. Bunlara siyahılar deyirlər. Yadda saxlayın. Bəzilərimizin xəbəri yoxdur hələ. Ki, nə deməkdir o? Mətn fayllarının tipinə text, docx, rtf. Bu ppsx, pptx təqdimatdır. XLSX isə cədvəl. Yəni Excel aiddir. Digər ikisi təqdimatdır. Müəllim, ertəsə nəyini idi təqdimat? Yox, nə təqdimatı? Mətndir. Rich text format. Mətndir. Müəllim. Rich O Word text birlər faylı. format. yadımdadır, bu yox. WordPad. TXT isə Notepad. Və yazmaq burada. Mətn fayllar deyilən 3, 4, 6 ona görə götür. Bunlar mətn sayılır. Sonra mətn sənədinin simvol. Simvol ümumiyyətlə maraqlı sualdır bu. Y variantı. A variantı düsturdur, simvol deyil. Düstur. Yəni bunları qarışdırmayın bax. Insertdadır bunlar. Insertda simvolun içində bax. Simvol budur, düstur budur. Equation. İşarəsini qarışdırmayın. Bütün sənədi seçmək üçün hansı lent tabı? Bütün sənəd yoldaşlar home'dadır. Çünki home lent tabında sağda select var. Editingin içində. Editingdə select ol. Bütün sənəd seçmək. Yaxşı, bu da belə. Bir dənə də qısa bir 15-20 dənə suala baxa bilərik. Ən yaxşı testlərin üzərinə baxmaqdır. Bunlar işləmişsiniz, bunun üçüncüsünü. Yaxşı. İstifadəçi fərdi kompüterlərin internetə birləşdirilməsi üçün xidmətlər təklif edən təşkilat necə adlanır? Provider. Yadda saxlayın. Yəni bizə internet xidməti təklif edənlər provider sayılır. İndi ikinci sualdır. Vəziyyət sətrində aşağı sağ küncdə yerləşən slideshow rejiminə klaviaturadan hansı əmrlə aktivləşdirmək olur? Daha doğrusu kombinasiya ilə. Shift F5. Bunu çoxlu səhv yazacaqdınız. İndi deyəcəm niyə. Deməli bir dənə PowerPoint açıram. Burada sağ aşağı küncdə miqyasının solunda slideshow var. Budur. Bu necə görə bilərik Shift F5 nəyə əsasən dedik? Çünki bu caridən başladır. Fərqini görmək üçün başqa bir slayda keçid edirəm. Məsələn, üçüncü. Üçüncüyə keçid edib indi buna vursam 3-dən başladı. Deməli 1-dən başlamadı. Əgər 1-dən başlamayıb 3-dən başlayırsa Shift F5'dir. Niyə? Çünki cari slaytdan başlayır. Yəni açıqlaması izahı bu deməkdir. Sonra 3. Deməli
Average A1 B1. 13 ile 17'nin average ne olacak? 15. Çünkü topluyor 30. 2'ye bölür. Average ədəd ortadır. Ama count'a göre burada farklı bir vəziyyət var. Nədir? A1 nöqtəli vergül B2. Nöqtəli vergül o demək ki, yalnız A1 ilə B2 nəzərə alır. Bax, yenə deyirəm, nöqtəli vergül o demək ki, yalnız A1 ilə B2 nəzərə alır. İndi count'a sayısı elə bu ikisi. Yəni 2 dənə. Yəni 13 ilə 56 2 dənə bunu demək istəyir. Sonra yoldaşlar. S1'ə nə yazılıb? 15. S2'ye nə yazılıb? 2. Bu işarə nədir? Üstü qüvvət. İndi 15 üstü 2 də 225. Doğru cavab olacaq D variantı. Mən bir dənə ikinci sualda, orada bizdən carını istəmirdi. Biz niyə shift F5-i götürdük? Ben onu yoxladım da o elə gördük. Başqa necə götürəcəyik? Və yoxladım axı onu. Bəs mən PowerPoint açıb yoxladım da. Ona əsasən baxılır. Adi PowerPoint F5 yoxladım. məsələn adi açır. Bəs o 3-dən başladı axı nümayişə. Yoxlamaq Hə, lazımdır. Bunu dildə o demək bizdən- deyil axı. Şərtdə carını istəmir, ona görə soruşurdum ki, niyə? Dilləmə yoxlamır? istəmir. O istəməklə deyil ki, istədi istəmədi. Mən 3-ə gəldim, bu işarəni də vurdum. Deməli 3-dən başladı. Deməli 1-dən başlamadı axı. O demək ki, cari istəyir də bizdən. İstəmir, Hə, amma o bildim. demək də mənası. Aydın Bildim. oldu. 4. Sənədin kursor dayanan səhifəsini çap etmək. Current. Bir də bunu tərcüməni tutun olardı. Cari səhifə. Sonra printerin hansı tipləri var? Matrisli, şırnaqlı, lazer. Əslən printerlər ikiyə də bölünür də. Zərbli, zərbsiz. Zərblərə aiddir. Şırnaqlı, daha doğrusu literli, matrisli. Zərbsizlərə aiddir. Şırnaqlı, lazer, termik. Texniki xidmət proqramı bilirsiz hansıdır? Kompüterin diaqnostikası. Kompüteri diaqnostika proqramları mı texnikidir? Kompüterlərin düzgün işləməsini nəzarət edərək nasazlıqları aşkar eləmək. Yadda saxlayaq. OLED texnologiyası. Bu gün səhər dedik demək olar ki. OLED-ni biz Word-də demişik. Bu mövzu aidiyyatı yoxdur onsuz. OLED deməkdir ki, bir proqramın içində başqa bir proqramın imkanlarını istifadə eləmək. Obyektin digər proqramlarla birgə işləməsi və mübadiləsi. Yəni, məsələn, Word-də Excel falan asırdıq. OLED o deməkdir. Təqdimat normal rejimdə əks olunanda işçi sahədə sol paneldən əks olunur. Təqdimatın strukturu. Yəni, buranı deyir, bu sol tərəf deyir, nə adlanır? Çünki normal rejimdədir də bu dəqiqə. Görünüş rejimləri var, normal, outline. Bu deyir, normalda olanda bu sol tərəf nə adlanır? Sol tərəf təqdimatın strukturudur. Ki, o strukturu da özümüz qururuq burada. Sərlövhə o deyil. Sərlövhə aşağıda yazılan, məsələn, kalan tituldur. Info yazmışıq aşağıda. Slide. Bu odur sərlövhə. Sərlövhə o deyil. Yəni. Bu işarə nə işarəsi? Filtrləmə. Bu da haradadır? Datada. Burada datada da var, home'da da var. Excel'də də bu, təbii ki. Deməli, Excel'də. İndi nələrsə yazıb elə görə bilər yalnız. Burada data lent tabında filtre var ki, bu işarə gəlir. İndi müəyyən nələrsə seçim aparırıq da burada kimlərin nəticəsini göstərsin. Bu home lent tabında da var. Bu burada. Editing'də sort filter. Home lent tabına aid deyil. Font editing bunlar hamısı var. Header footer yoxdur. Çünki header footer haradadır? Header footer insert'dadır. Amma qalanları clipboard, font, paragraph, styles, editing. Bunlar home aid olan lent qruplardır. Ana plata üzərinə yerləşənlər. RAM, ROM, chipset, CPU. Streamer toy kaseti də o yerləşmir. Digitizer planşet yerləşmir.
Sidrom xarici yaddaş qurğusudur. Kənardan qoşulur, yerləşmir. Yəni kənardan gələn şeylər yerləşmir də konkret. Bildiniz? Kənarda olanların heç biri yerləşmir. Ayrı interfeys söhbəti artıq yoxdur. Ya o Windows 10'daydı. Elektron posta göndərilən arzu olunmaz məktublar necə adlanır? Spam. Yadda saxlayaq. Sonra əməliyyat sistemi ilə hər hansısa xarici qurğuna əlaqələndirən proqram. Bax, kontroller deyil ha, driverdir. Niyə? Çünki proqram deyil. Kontroller mikrosxemdir. Kontroller mikrosxemdir. Aydın oldu. Driver proqramdır. Proqram ayrı bir şeydir, mikrosxem ayrı. Mikrosxem qurğudur. Proqram olma yəni proqramdır. Məsələn, Word proqramdır. Amma mouse qurğudur. Çünki ayrı-ayrı şeylərdir bunlar. Və növbəti. Sənədə çapdan əvvəl baxış, elə file printdir. File print. Yəni faildə biz printə girib ancaq çapdan əvvəl nəsə görə bilərik. Düz indi burada yazı yoxdur, amma olsa görə bilərdik də. Yəni preview deyilən bir anlayış yox. O sizi çaşdırmasın da. Faildə print. Konkret. Növbəti bir dənə də baxa bilərik, belə tip bir suala. Daha doğrusu deməli birinci sual. Bizə deyir ki, max A1 B3. A1 B3 ümumidir. Max 7. Eyni bir diapazonun minimumunu istəyir. Minimum nədir bu diapazonda yoldaşlar? O da 1'dir. Sonra bu ikisinin cəmi 8. Növbəti. Tapşırıq panelinin üzərindədir. Bu indi də var məncə. Burada fərqli bir şey yoxdur. Tapşırıq panelinin üzərində bir dənə language var da, dil paneli. O da sağ aşağıdadır. Dil paneli bildiniz də harada? Yəni burada klaviaturanın dilini dəyişmək. Qalan heç bir aşağıda yoxdur. Proqramları biz ancaq özümüz bəlkə bilərik, o heç. Yəni, bütün proqramlar da olmur aşağıda. Reklam işlərinin banner üzərində. Banner nədir? Çapı deyir bizə. Banner ilə reklam anlayışlardır. Çap deyirsə plotdur. Çünki reklam çaplarına 0 baxır da demək olar ki. Printerlə çap edə bilmirik. Excel kitabı hansı görünüşdə açılır? Normal. Susmaya görə nə deməkdir? Yəni biz Excel açanda hansı görünüşdə olur adətən? Normalda. Sənədə Yunan əlifbasının hərfləri və işarələrini əlavə olunmaz. Yunan əlifbasının hərfləri, işarələri insert simvol. Bildiyimiz simvollar var ya burada. Insert'da. Sağda simvollar var da bayaq. De bunlar da. Burada mor simvol sıfıranda burada əlifbalar var da bəs. Yunan əlifbası, Kiril əlifbası, de burada Latin əlifbası bax yazılıb. Latin. İndi bunlar hamısı əlifbalar burada var. Kiril əlifbası, Mərəb əlifbası. Aydın oldu. Ya onu ya orada yazanda bilin ki, yəni bundan söhbət gedir. İnstrumental proqramlar. Proqram kompleksləri. Mətnlə mühasibat tətbiq edir. Əməliyyat sistemi ilə antivirus isə sistemdir. Yedi illustrations. Elə burada görsənir. Səhvəm düşür o hissəsi, yox. Yəni deyir hansı qrup? Thomas illustration burada görsənir. Deməli, bizə deyir neçə vərəq çap olunur. Görə burada nə qeyd olunub? Bunları saymaq lazımdır.
2-ci səhifə, 6-cı səhifə. Hərəsi bir dənədir o mənada. 8 dəfsi 12 nə deməkdir? 8-dən 12. 8, 9, 10, 11, 12, 5 dənə. Yəni 12 çıx 8 üstə gəl 1. Bir də 14-cü səhifə. Bu elədir 8 səhifə. Bizə say lazımdır. 8 səhifə 200-lü istəyir. Both sides. Və aşağıda 6 dənə çıxacaq. İndi A4 vərəqin bir üzündə 6 səhifə çıxırsa, bizlərə 8 isə 6-sı bura çıxacaq. Bu da 200-lü deyir. İndi 8 səhifə deyir. 6-sı bunun bir üzünə çıxır. A4 vərəqin 2 üzü var da. 6-sı bunun bir üzünə çıxır. O 2 dənəsi də bunun arxa üzünə çıxır. Arxa üzünə çıxsa belə onu deməli bir dənə vərəqdən istifadə edəcək, düzdürmü? Bir dənə vərəq, bir dənə A4. O biri də vurusuz kopya sayını cavab 4. D variant. Sonra deməli gəldiyi elektron imzanın növünə aid deyil. Kör imza var, vəkalət var, tələ imza inkar edilə bilməyən. Daxili imza deyilən anlayış yoxdur. Yadda saxlayın, daxili xarici imzalar yoxdur. Sonra bizə deyir ki, Excel-də cədvəlin hər hansısa bir sətrinə süzgəc. Süzgəc bilirsiniz neydi? O filtr. Haradaydı? Data ya da home-da. Süzgəc bu filtr idi. Dediklərimiz. Yadda saxlayın. Word-də vərəqin bir üzündə ən çox neçə səhifə çap eləmək olar? 16. 9 haradaydı bəs? PowerPoint-də. 9 başqa yox idi. Digərləri yoxdur ümumiyyətlə. Word-da 16, PowerPoint-da 9. İstifadəçi hesablarına baxmaq, dəyişdirmək. Bunu bu gün səhər demişdik. Kontrol paneldədir. Yadda saxlayın. Çünki ümumiyyətlə ayarlardır. O ayarları tənzimləyirdi o kontrol panel. O buradadır. Kontrol paneldə burada user account var. Sırf hesablarla işləmək, hesablara daxil olmaq və s. Bunlar hamısı deməli o icra eləyirdi. Slaydların avtomatik olaraq vaxt ilə nümayiş olunması üçün. Deməli, slideshowda rehearse timings. Müəllim, duration nə idi bəs? O da vaxtla əlaqəli. O animasiya müddətidir. Aha. Zamanla idarə eləmir. Bizə burada deyir ki, avtomatik olaraq zamanla idarə olunsun. 9-da C variantı, daxili imza yoxdur. Deməli, avtomatik nümayiş olunma slideshowda rehearse və yaxud da transitionda after əmri vardı, o ola bilərdi. Duration yox, after. Ya transition after olmalıydı, ya da slideshowda rehearse timings. Bunlar slaydları zamanla idarə edir. Yəni nə mənada zamanla? Elə bir ki, məsələn, burada nə yazıb? 4.38. 4.38-dən sonra keçir ikinci slayda. Aydın oldu. Hər slaydın zaman müddəti vardı. O zaman ərzində slaydları nümayiş etdirir. 14. Antivirus hansı növləri var? Deməli, detektor, həkim, müfəttiş, filtr, vaksin. A variant. Aydın oldu. B-də arxiv deyilən bir şey deməmişdik. C-də parazit virusdur. D-də soxulcan virusdur. Y-də də ki, nə var? Troyan virusdur. Yəni, onlar virus növlərdir. Antivirus A variantıdır. Virus başqadır, antivirus başqadır. Qətiyyən bunları qarışdırmaq olmaz. Və elektron post qaldı orada bir dənə. Ümumiyyətlə A variantı səhvdir niyə? Elektron posta işarəsi buraxın. C də səhvdir. Y-də 2 dənə işarəsi var. Ümumiyyətlə bu yazılış forması düzgün deyil. D-də sual işarəsi ilə başlamaz. Bir dənə qaldı B. B bəndə düzdür. Aydın oldu. Deməli, ümumi danışıq nəzəri olaraq. Bir də 30 dənə, 30 yox, 30, 20, 50 dənə suala baxdıq.